Bu dərsdə deməli data feedləri və futures brokerlarının üstündən keçəcəyik. Bunlar arasında hansı əlaqə var, necə işləyir, arxa fonunu izah edəcəm. Yəni bunu düzdür, çoxunuz çətinlik çəkir. Bu data feed nədir, bu brokerdan fərqi nədir, platforma nədir? Bunların bir-birindən seçək gəlin. Yəni ki, broker və yaxud da clearing firm odur ki, yəni sən depozit eləyəndə sənin pulunu tutur. Yəni sən əmrlərin ona doğru icra olunur, o göndərir əmrlərini exchange-ə. Budur broker. Yəni burdan əvvəl futures'dan əvvəl forex-də də olanlar eyni şeydir. Yəni hansısa bir brokera depozit olunur, o broker hesabı platformaya bağlanıb və elə trade olunur. Data feed provider odur ki, hansısa, yəni istifadə etdiyin platformaya sən ki baxırsan, hansısa real zamanda qiymət hərəkətini görürsən. Bax, o pulsuz başa gələn bir şey deyil. Free bir şey düzdür. Baxa bilirsən forex-də, amma futures'də free deyil data feed. Ödənişlidir. Pulsuz verən bir yerdəki tanımıram. Düzdür, bəzi üsullarla müvəqqəti pulsuz işlətmək falan olan yerlər var. Amma ki ümumiyyətlə baxsaq data feed-i, yəni real zamanda qiymət hərəkətinin datası pulsuz bir şey deyil. Yəni SME, yəni Chicago Mercantile Exchange, yəni SME qrupdan gələn data, yəni onun da hissələri var, COMEX falan, o haqda danışmışdım. Bu şeylər tərəfindən gələ bilər. Yəni Rhythmic'dir, Centetonu, DXFIT-dir və s. Bunlar data feed providerlardır. Bu providerlar tərəfindən gəlir. Bu providerlar da platformaya bağlanır. Platformalar əvvəlki dərsdə danışdığım Sierra Chart'dır, Bookmap'dir, Quantover'dir və s. Bunlar platformalardır. Bir növ data feed platformaya bağlanır. Platformadakı bir növ brokera bağlanır. Brokersa bu clearing firm deyilən bir şey də var. Bu da eyni zamanda əmrlərin də garanti icra olunmasını və s. təmin edən bir şeydir. O da ki bir növ brokera bənzəyir clearing firmlər. Məsələn üçün siz bir brokerda futures'da hesab açanda, o da eyni zamanda həmin hesabı clearing firmin içində açır. Məsəl üçün Edge Clear brokerdır, yəni introduction brokerdır, amma həmin siz o brokerda hesab açanda Iron Beam-də hesab açılır. Belə bir şey var. Bir başqa clearing firmdə, yəni ümumi day traderlər, yəni daha doğrusu gündəlik kiçik traderlər, non-professional traderlər bildiyim qədərilə hesab aça bilmir. Bunlar bəs sizə hal-hazırda niyə lazımdır? Niyə bu haqda danışıram? Bu haqda ideyanız olsun deyə. Yoxsa yəni mənim özüm də ki fon şirkətlərində işləyirəm futures sayəsində. Yəni canlı futures brokerları ilə işləmirəm. Və bəli, zaman gələcək ki, artıq o futures brokerlarından mən keçəndə və yaxud da içinizdən keçmək istəyənlər olanda və s. biləcəksiniz. Bir də margin tələbləri falan var. Məsəl üçün overnight marginləri eləsi var 20-30 mindir bir enki üçün, bəziləri yəni gündəlik üçün $1000 tələb edir, bir mikro üçünsə, bir mikro enki üçün $100 tələb edirlər. Yəni bunlarınki belə, yəni exchange, yəni SME qrup data feed providerına datanı verir, data feed providerından isə platformaya siz qoşursunuz. Platforma broker hesabınıza bağlanır. Sizə burada alış və satış əmrlərini vuranda bu əmr brokera göndərilir. Broker clearing firmdən, clear firmdən də exchange-də icra olunur. Siz orada nəticəni görürsünüz. Yəni belə, ümid edirəm ki, bunlar arasındakı fərqi başa düşdünüz. Bəzi nümunələr var. Burada data feed providerlarına Rhythmic'dir, DXFIT-dir. Bunlar yəni ən tanınmışlar hal-hazırda bunlardır. Yəni böyük ehtimalla futures'da hardansa yəni istər şeylər olsun, fon şirkətləri olsun, onlar da eyni zamanda data almalıdır. Datanı bunlardan birindən almalıdır ki, siz də bilirsiniz ki, futures fon şirkətlərində data almırsınız. Məsələn, Topstep X-də, amma xeyr elə deyil. Siz onsuz da ödəniş eləyəndə onlar Topstep'in özü datanı onlardan alır da sizə verir. Yəni siz bir növ ödədiyiniz fiillərdən eyni zamanda içindəki data ödənişini də ödəmiş olursunuz. Belə başa düşün ki. Ona görə də TradingView'i TradingView-ya bağlayanda datanı pulsuz verir. Məsələn, neyinki üçün. Yəni belə. Sağ olun, növbəti dərsdə görüşərik.